İkinci Azərbaycan Elm Festivalı 2016 31 oktyabr, 5 noyabr tarixlərində ölkəmizin müxtəlif ərazilərində Bakı, Naxçıvan, Sumqayıt, Şəki və Gəncə şəhərində 2-ci Azərbaycan Elm Festivalı təşkil olunacaq. Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü, UNESCO-nun himayəsi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Moskva Dövlət Universiteti, ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkilatı dəstəyi ilə və Asidik Band qrupunun musiqi müşayiəti ilə 2-ci Azərbaycan Elm Festivalı keçiriləcək. Ruhlandıraq, öyrədək, əyləndirək, elmə yaxın olaq. Zoologiya İnstitutu 1936-cı ildə əsası qoyulmuşdu və 1945-ci ildə isə Milli Elmlər Akademiyasının yaradılmasından sonra onun tərkibində fəaliyyət göstərir. Hazırda institutumuzda 6 şöbənin tərkibində 14 laboratoriyadan və 1 zooloji muzeydən ibarətdir. Zoologiya İnstitutunun əsas məqsədi heyvanlar aləminin öyrənilməsi və araşdırılması, heyvanların bioloji ehtiyatlarının davamlı inkişafının təmin olunmasıdır. Və institutumuzun kollektivin əməkdaşlarının səyləri nəticəsində Azərbaycanın Qırmızı kitabı yenidən nəşr olunmuşdur və bu kitabda 223 növ nadir və nəsil kəsilmək təhlükəsi altında olan heyvan növləri haqqında məlumat verilir. Azərbaycan zooloqların fundamental və tədqiqatlarının nəticələri onlarca monoqrafiyalarda və xarici jurnallarda çap olunmuş və yüzlərcə məqalələrdə öz əksini tapmışdır. Və mən belə hesab edirəm ki, Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü ilə keçirilən 2-ci Elm Festivalı elmimizin inkişafında böyük rol oynayacaqdır və bu festivalın təşkil olunmasında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadəyə institutumuzun kollektivi adından öz təşəkkürümü bildirirəm. Çox sağ olun. Təşəkkürlər Arzu, təşəkkürlər.